Bakının Xəzər rayonunda 1986-cı il təvəllüdlü Tahirə keçmiş həyat yoldaşı intiqama xəsarət yetirib hadisə rayonun Zirə qəsəbəsi yeni yaşayış sahəsində baş verib. Tahirə həmin yerdə yerləşən nömrəsiz fərdi evin həyətində keçmiş həyat yoldaşı intiqam ilə mübahisə edib. Tahirə keçmiş ərindən aliment tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onu həyətdən götürdüyü yaba ilə vurub. Tahirənin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Tahirə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, 2006-cı ildə etibarən intiqam ilə ailə həyatı qurublar. Həmin evlilikdən 2 övladımız olub. Əvvəllər münasibətlərimiz yaxşı olsa da, sonradan aramızdakı münasibətlər pisləşib. 2020-ci ilin tarixdə boşanmağa qərar verdik. Məhkəmə bizim boşanmağımıza qərar verdi. Amma eyni evdə yaşamaq hüququ verildiyinə görə məcburən intiqamla eyni evdə yaşamağa davam etdik. Buna görə də aramızda tez-tez mübahisələr baş verirdi. İntiqam evdə ona düşən payı bir hissəsini satdı. Satdıqca həyətdə hasara aldı. İntiqam aliment verəcəyi adı ilə öz payına düşən hissəni satsa da mənə alimentdən heç nə vermədi. Aliment tələb edəndə isə aramızda sözlə mübahisələr yarandı deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə səhər saat 8 radələrində işə gedərkən intiqam həyətdə qəsdən onunla mübahisə edib. Mən reaksiya verəndə intiqam mənə təhqir etməyə başladı. Təhqirlərə dözməyərək ona cavab qaytardım. Beləcə aramızda dava başladı. Ağacın dibində bir ədəd yaba olub, intiqam yabanı götürərək mənim üzərimə gəldi və yaba ilə bədənimin qol nahiyəmə, sinə nahiyəmə 2 dəfə zərbə vurdu. Mən də ağrının təsirindən dözmədim, müqavimət göstərdim və yabanı intiqamın əlindən aldım. Yaba ilə intiqamı qorxuya salaraq özümdən uzaqlaşdırdım. İntiqam yabadan qorxaraq arxaya çəkilsə də söyüşlərə davam etdi. Mən isə oradan uzaqlaşaraq işə getdim deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Zərər çəkmiş intiqamın ifadəsinə görə 2006-cı ildən etibarən Tahirə ilə ailə həyatı qurublar. Həmin evlilikdən 2 övladımız var. Əvvəllər münasibətlərimiz yaxşı olsa da, sonradan aramızda münasibətlər pisləşməyə başladı. 2020-ci ildə boşanmağa qərar verdik. Məhkəmə bizim boşanmağımıza qərar versə də, eyni evdə yaşamaq hüququ verildiyinə görə məcburən Tahirə ilə eyni evdə yaşamağa davam etdim. Buna görə də aramızda tez-tez mübahisələr baş verdi deyə o ifadəsində göstərib. Zərər çəkmiş qeyd edib ki, hadisədən əvvəlki gecə anasının evində qalıb. Səhər tezdən saat təxminən 8 radələrində birgə yaşadığımız ünvana gələrək azyaşlı oğlumu bərbərə aparmaq istədim. Bu zaman Tahirə həyətdə yenə mənimlə mübahisə etdi. Məni hədələyərək həyətin qarşısına çıxardı. Sonra həyətdə ot üçün olan yabanı götürərək üstümə gələndə yabanı əlindən alaraq yerə tulladım. Lakin Tahirə yenidən əlinə yerdən taxta parçası alaraq üzərimə və bədənimin müxtəlif nahiyələrinə vurdu. Mən məsələni böyüməməsi üçün oradan uzaqlaşaraq getdim. Bu barədə Daxili İşlər Nazirliyi 102 qaynar xəttinə şikayət etdim. Lakin Tahirə məndən sonra 102-yə zəng edərək döyülməsi ilə bağlı şikayət etdi. Lakin bildirdim ki, Tahirəni döyməmişəm, ona hər hansı bir xəsarət yetirməmişəm deyə intiqam ifadəsində göstərib. İntiqamın ifadəsinə görə Tahirə ona məxsus olan torpağı və evin satılmasına maneçilik yaradıb. Həmçinin Tahirə mənə məxsus olan
zil markalı maşını zərər yetirdi. Həmçinin ekspert rəyində göstərilən xəsarətləri Tahirə mənə taxta parçası ilə yetirib deyə zərər çəkmiş ifadəsində göstərib. Zərər çəkmiş şəxs ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışıb ona şikayətçi olmadığını göstərib. Xəzər rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən təqsirləndirilən şəxs azad edilib, onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib. Bundan başqa Bakının Sabunçu rayonunda xala oğlanları arasında yaranan mübahisə cinayətlə nəticələnib. Hadisə ötən ilin oktyabrın 13-də rayonun Balaxanı qəsəbəsində baş verib. Gədəbəy rayon sakini 2001-ci il təvəllüdlü Amil həmin gün saat 21 radələrində Balaxanı qəsəbəsi Pir Hüseyn Hüseynov küçəsində xalası oğlu Sərdarın onunla kobud danışması səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən başla bir dəfə onun sol göz nahiyəsindən vurub ona xəsarətlər yetirib. Amilin barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkənlə barışıq əldə edib, zərər çəkən də onu bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Sabunçu rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib. Bundan əlavə Bakının Sabunçu rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib. Hadisə ötən ilin oktyabrın 1-də rayonun Ramana qəsəbəsində baş verib. Rayon sakini 1979-cu il təvəllüdlü Tahir həmin gün saat 21 radələrində həyat yoldaşı Yasəmən ilə mübahisə edib. Tahir yaşadıkları evlərinin qonaq otağında həyat yoldaşının onunla kobud danışaraq İrad bildirməsi səbəbindən ailə məişət zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla onun üz nahiyəsindən bir dəfə zərbə vurub ona müxtəlif dərəcəli xəsarətləri yetirib. Faktla bağlı təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O zərər çəkmiş şəxs ilə barışdığını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmadığını bildirib. Sabunçu rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, onun barəsində olan cinayət təqibinə bəraət verici əsaslar olmadan xitam verilib.